Salam değerli izleyicilerim, kanalıma hoş gəlmisiniz. Bugün sizler için soyuq havalarda lezzetle yiyebileceğiniz küftə bozbaşın hazırlama qaydasını paylaşacağım. Əminəm ki, siz de benim bu reseptimi çok beğeneceksiniz. Əvvəlcə qabın içərisinə noxud dökürəm. Mən noxudu əvvəlcədən suda isladıb dondurucuda saxlamışam. Belə olduqda noxud tez bişir. Ayrıca bir qaba 3 yemək qaşığı yumru düyü tökürəm. Düyünü yaxşıca yuduqdan sonra 2 hissəyə bölürəm. Bir hissəsini noxudun üzərinə tökürəm. Üzərini örtəcək qədər su, eləcə də biraz duz töküb ocağın üzərinə bişməyə qoyuram. Əvvəlcədən cavalı qurusunu isti suda isladıram. Daha sonra 300 qram əti, 1 ədəd soğanla ətçəkən maşından keçirirəm. Üzərinə duz, qara istiot və düyünün yarı hissəsini əlavə edib əlimlə yaxşıca qarışdırıram. Ətdən şiş toplar hazırlayıram və içərisinə cavalını qoyuram, yenidən bükürəm və gördüyünüz kimi yumurlayıram. Bu qayda ilə hazırlayıb küftələri ayrıca bir boş qabın içərisinə yığıram. Cavalı qurusunu alça qurusu ilə də əvəz edə bilərsiniz. Noxud qaynayan zaman suyun üzərinə gələn kəfi tamamilə yığılır. Düyü biraz bişdikdən sonra küftələri də suyun içərisinə tökürəm. Duzu az olarsa qazana zövqə görə duz əlavə edə bilərsiniz. Qazanın qapağını örtüb vam odda bişirirəm. Bu zamanda üzərinə gələn köpüyü tamamilə yığılır. Üç ədəd orta ölçülü kartofun qabığını soyuram. Tən yarıya bölürəm və onu da qazanın içərisinə əlavə edirəm. Eləcə də 2 ədəd dəfnə yarpağı tökdüm. Zövqə görə tökməyə də bilərsiniz. Astaca qarışdırıram və kartof da, küftələr də bişənə qədər vam odda qaynadıram. Əgər küftə bozbaşı tomatlı xoşlayırsınızsa, ayrıca bir qabın içərisinə yağ tökürəm. Yağ qızdıqdan sonra üzərinə 3 yemək qaşığı pomidor soku əlavə edirəm. Pomidor sokunu tomatla da əvəz etmək olar. Pomidor sokunu yağda tamamilə qovururam. Tomatlı xoşlamayanlar sadəcə olaraq sarı kök əlavə edə bilərlər. Qovrulmuş tomatı da qazanın içərisinə tökürəm. Bir ədəd bibəri 3 hissəyə bölürəm və sonda qazanın içərisinə əlavə edib tam bişənə qədər qaynadıram. Əziz xanımlar, artıq mənim yeməyim hazırdır. Boş qaba töküb süfrəyə təqdim edirəm.
Süfrəyə verən zaman yeməyin üzərinə mən keşniş əlavə etdim. Bəzən quru nanədən də istifadə edirlər. Əziz xanımlar, əgər siz də mənim reseptimi, kanalımı bəyəndinizsə, mənə abunə olub dəstək olmağı unutmayın. Hazırlayacaq hər kəsə nuş olsun. Sağ olun, görüşərik.